Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 15-i, saatlarımız onu göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bugündən etibarən 28 may və Nizami stansiyalar arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır. Askon Holding şirkətindən olan Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qırmızı və yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır. Layihə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun icra olunur. Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan layihənin əsas məqsədi qırmızı və yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlar arası intervalı minimuma endirmək və hərəkətin dayanıqlığını təmin etməkdir. Hazırda 28 may stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır. Bu isə xüsusilə pik saatlarda normadan artıq yükləməyə və sərnişinlərin qatarlara minib düşməsində ciddi çətinliklərə səbəb olur. Layihə tamamlandıqdan sonra İçəri şəhər istiqamətinə gedən sərnişinlər 28 may Dərnəgül istiqamətinə gedənlər isə Cəfər Cabbarlı stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı 28 may və Cəfər Cabbarlı stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək. Metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədi ilə Ayna tərəfindən də dəstəkləyici tədbirlər görülüb. Belə ki, Ayna tərəfindən 6 yeni ekspres avtobus marşrutu bugündən fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsi idarəsindən məlumat verilib. Bildirilib ki, ilkin müşahidələrin nəticələrinə əsasən sözgedən yaşıl rəngin daşların səthinə yapışması, seylikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması, sözgedən prosesin yosunlarda gedən fitosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir. Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və bakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər. Bu baxımdan müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədi ilə xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb. Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır. Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması məsələsi artıq növbəti mərhələyə keçir. Vaşinqtonda sülh mətninin paraflanmasından sonra əsas diqqət sənədin təkcə nə zaman deyil, həmçinin harda və hansı siyasi formatda imzalanacağına da yönəlib. Azərbaycanın hansısa şəhərində yaxud Azərbaycan Ermənistan sərhəddində tarixi
imza mərasiminin keçirilməsi mümkündürmü? Milli Cəbhə Partiyasının sədr müavini siyasi şərhçi Məhəmməd Əsədullazadə bu barədə sensasyon iddia irəli sürüb. Siyasi şərhçi TNS TV-yə açıqlamasında fikrini belə əsaslandırıb. İzləyək. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması üçün ilk növbədə Ermənistanda konstitusiya dəyişikliklər və bu dəyişikliklər üçün referendum keçirilməlidir. Təbii ki, Ermənistan tərəfi bununla razılaşır və düşünürəm ki, yaxın perspektivdə referendumun hüquqi mexanizmləri tətbiq ediləcək və referendum keçiriləcək. Azərbaycan Ermənistan xalqı ilə və dövləti ilə yekun sülh müqaviləsi institusional olmasını və bağlanmasını istər və bu gələcək sülhün əsas təminatçısıdır və hesab edirəm ki, iki dövlət arasında artıq yekun sülh müqaviləsi üçün üçüncü dövlətlər arasında bağlanması lazım deyil və vasitəçilik də lazım deyil. Qeyd edim ki, sülh mətnin paraflanmasında ABŞ vasitəçi oldu və hazırda Ermənistanla Azərbaycan arasında de facto sülh var və iqtisadi əməkdaşlığın müəyyən sahələri tətbiq edilib və düşünürəm ki, artıq yekun sülh müqaviləsi Vaşinqtona getmək lazımdır. Artıq yekun sülh üçün bizə nə vasitəçi, nə də üçüncü qaraq ölkə də lazımdır. Çünki sülh mətni paraflanmasından sonra bir il ərzində biz iki dövlət arasında etimadın formalaşması və inkişafı üçün kifayət qədər vaxt oldu və həm erməni xalqı, həmçinin Azərbaycan xalqı da müəyyən qədər sülhə yaxın olduğunu da göstərirlər. Ümumiyyətlə, həm cənab prezident İlham Əliyev, həmçinin Paşinyan da siyasi iradə ortaya qoyurlar. Təbii ki, bu sülhün əsas təklif verəni Azərbaycan prezidenti cənab İlham Əliyevdir. Qeyd edim ki, yekun sülh müqaviləsi konkret olaraq bizə Yerevanda bu yekun sülh müqaviləsi təbii ki, etirazlara da gətirib çıxarmayacaq harda imzalanması. Düşünürəm ki, yekun sülh müqaviləsi artıq Amerikada deyil və digər ölkələrdə də deyil, bu Qəbələdə də imzalana bilər. Paşinyan Azərbaycana gəlib. Həmçinin iki dövlətin sərhədində də bu sənəd bağlana, yekun sülh sənədi bağlana bilər. Çünki artıq bir üçüncü ölkənin qanatı lazım deyil və bu da iki xalq arasında, dövlət arasında qarşılıqlı etimadın formalaşmasına gələcək. Əgər Ermənistanda hakimiyyət dəyişərsə və onların da hər hansı bir əsas olmayacaq ki, burada hər hansı bir qarant ölkə var, vasitəçi var, onların müəyyən qədər təzyiqi ilə olub. Amma bu sərhəddə bağlanarsa, bu iki dövlətin siyasi iradəsi və iki xalq arasında etimadın güclənməsi kimi də xarakterize etmək lazım. Xarici xəbərlərlə davam edirik. ABŞ prezidenti Donald Trump tezliklə Hörmüz boğazını Birləşmiş Ştatların ərazisi elan etmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri bu açıqlamanı New York ştatında çıxışı zamanı deyib. Biz nəhayət İranı məğlub etdikdə və onlar ciddi məğlubiyyətə uğradıqda tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm deyə Trump bildirib. ABŞ İranı məhv etmək niyyətində deyil, lakin İslam Respublikası hücumlara başlayarsa, Vaşinqton buna 100 dəfə daha güclü cavab verəcək. ABŞ prezidenti Donald Trump noyabrda keçiriləcək ara seçkilər ərəfəsində Tehranın yaxın şərqdə daha da aqressivləşə biləcəyi iddialarına bu cür reaksiya verib. Fox News telekanalına müsahibə verən Ağ Ev rəhbəri bildirib. Biz hər şeyi məhv etməyə qadirik. Lakin bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, cavabımız 100 dəfə daha güclü olacaq.
Donald Trump administrasiyası Kubaya qarşı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə sanksiyaların artırılmasına və iqtisadi təzyiqə yönəldi. Bloomberg agentliyinə istinadən verilən məlumata görə, Vaşinqton əvvəllər ABŞ-nin dəyişiklik tələblərini rədd edən ölkə rəhbərliyi ilə danışıqlar üçün şərait yaratmaq məqsədi ilə Kuba hökumətinin gəlir mənbələrini kəsmək və daxili münaqişələri daha da şiddətləndirmək niyyətindədir. Pentaqon rəhbəri Pete Hegseth daha əvvəl bildirib ki, ABŞ administrasiyası hərbi tədbirlər də daxil olmaqla Kubaya qarşı əlavə tədbirlər üçün bütün variantları nəzərdən keçirəcək. İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, Böyük Britaniya nüvə silahına malik ilk İslam Respublikası olacaq. Bu barədə baş nazir Qale İsrailin müdafiə ordusunun hərbi radiosuna müsahibəsində bildirib. Nüvə silahına malik ilk İslam Respublikası Britaniya İslam Respublikası olacaq. Ona görə də biz İranın nüvə silahı olan başqa respublikaya çevrilməməsini təmin edirik, deyə Netanyahu bildirib. O həmçinin qeyd edib ki, Britaniyanın keçmiş baş naziri Winston Churchill'in oğlu nəvəsi jurnalistdir və onun sözlərinə görə 1967-ci ildə 6 günlük müharibəni İsrail üçün olduqca müsbət mənada işıqlandırıblar. Onlar bura gəldilər və 6 günlük müharibəni bizim üçün müsbət şəkildə işıqlandırdılar, deyə Netanyahu bildirib. Bugünkü Britaniyada oxşar bir şey tapmağa çalışın, deyə o fikirlərini bitirib. İranın Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi ABŞ prezidenti Donald Trump'ın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib. Xin rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Hörmüz boğazı X-də paylaşımlar, təyyarə gəmiləri, əmirlər və ya seçki çıxışları ilə ələ keçirilə bilməz. İran nə təhdidlərdən, nə də nümayişlərdən qorxur, deyə o yazıb. Qəribabadi Donald Trump'a xitabən ABŞ-nin İrana qarşı müharibədə strateji və ağır məğlubiyyətlərini etiraf etməli olduğunu vurğulayıb. Hörmüz boğazı İrana məxsus idi. İrana da məxsusdur və İrana məxsus olacaq. Bu boğaz yalnız İranın əmri ilə açılıb bağlanacaq və siz əsl məğlubiyyəti qəbul edib xəyallarınızdan əl çəkmədiyiniz müddətdə İran blokada tətbiqinə davam edəcək, deyə o vurğulayıb. ABŞ lideri Donald Trump ötən gün ölkəsinin hərbi dəniz qüvvələrinin Hörmüz boğazına tam blokada tətbiq etdiyini açıqlayıb. İranı tamamilə məğlub etdikdən sonra isə tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm, deyə Ağ Ev rəhbəri bildirib. İran rəsmiləri ABŞ-nin Hörmüz boğazına mütəmadi müdaxilələri, dəniz blokadası 17 iyunda Tehranla Vaşinqton arasında imzalanmış müqavilənin tələblərini yerinə yetirməyəcəyi təqdirdə Hörmüz boğazının açılmayacağını bildiriblər. ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəyinə inandığını bildirib. ABŞ prezidenti Donald Trump siyasi rəqiblərinə Demokratlar Partiyasından Kamala Harris'in yenidən prezidentliyə namizədliyinin irəli sürülməsini təklif edib. Amerika lideri bu barədə Nassau dairəsindəki Polis Akademiyasında çıxışında bildirib. Trump qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Joe Biden'in administrasiyasında vitse-prezident vəzifəsində çalışan Harris digər məsələlərlə yanaşı sərhəd nəzarətinə də cavabdeh idi. Amma o heç vaxt sərhəddə getməyib, gömrük və sərhəd mühafizəsinə zəng etməyib. Amma o qalan işlərini gözəl görüb, deyə Trump istehza ilə bildirib. O, əla namizəd idi. Düşünürəm ki, onun namizədliyini yenidən irəli sürməlidirlər, deyə Amerika lideri əlavə edib. Xatırladaq ki, Trump 2024-cü ilin noyabrında ABŞ-nin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris'i məğlub edərək ikinci dəfə qalib gəlib.
ABŞ-nin Michigan ştatında baş verən atışmada 5 nəfər ölüb. Associated Press-ə istinadən verilən məlumata görə polis atışma barədə məlumat daxil olduqdan sonra bir evə gəlib. Hadisə yerində 3 nəfərin meyidi və 1 nəfərin də xəsarət aldığı aşkarlanıb. Həmin şəxs xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Chad Hickmanı axtararkən polislər başqa bir evdə 4-cü ölünü də aşkar ediblər. Daha sonra polis Hickmanın maşınını meşədə tapıb. Şübhəlinin və digər qurbanın meyitləri avtomaşının yaxınlığında aşkar edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. ABŞ administrasiyası Vaşinqtonun təşəbbüsü ilə yaradılan Pax-Silicia Texnologiya Alyansının üzvü olan ölkələri Çin süni intellekt proqramlarında iştirak edəcəkləri təqdirdə alyansdan çıxarıla biləcəkləri barədə xəbərdarlıq etmək niyyətindədir. Reuters agentliyinə istinadən verilən məlumata görə ABŞ onlarla ölkəni Çinlə texnoloji rəqabətdə seçim etməli olduqları barədə məlumatlandırmağa hazırlaşır. Agentliyin məlumatına görə Dövlət Departamenti Pax-Silicia iştirakçıları və ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq etməkdə maraqlı olan ölkələr də daxil olmaqla 35 ölkəyə müvafiq məktub göndərmək niyyətindədir. Sənəddə qeyd olunur ki, Pax-Silicia'da iştirak müəyyən öhdəliklər daşıyır və məqsədlərlə ziddiyyət təşkil edən təkrarlanan təşəbbüslərdə iştirakla birləşdirilə bilməz. Reuters qeyd edir ki, Pax-Silicia və oxşar Çin təşəbbüsündə eyni vaxtda iştirak edən yeganə ölkə Qazaxıstandır. Qeyd olunur ki, məktub digər ölkələrə bu sahədə ABŞ və Çinlə eyni vaxtda əməkdaşlıq edə biləcəklərini aydın şəkildə bildirmək məqsədi daşıyır. Pax-Silicia yarımkeçiricilər, vacib minerallar, enerji və süni intellekt texnologiyaları üçün innovativ istehsal və təchizat zəncirləri yaratmağı hədəfləyir. Alyansa artıq Avstraliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İtaliya, Birləşmiş Ərəb Əmirliyi, Koreya Respublikası, Yaponiya və digər ölkələr daxildir. Trump administrasiyası Amerikanın Apple texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb. The Wall Street Journal istinadən verilən məlumata görə yaddaş çiplərinin çatışmazlığı Apple şirkətini Çin şirkətlərindən komponentlər almağı nəzərdən keçirməyə məcbur edir. Trump administrasiyası bunu dəstəkləmir. ABŞ-nin ticarət naziri Howard Lutnick belə deyib. O, çip çatışmazlığını həll etməyin Amerika şirkətlərinin Çin məhsullarını alması ilə yanaşı başqa yolların olduğunu da bildirib. Lutnick qeyd edib ki, mövqe birbaşa Apple rəhbərliyinə çatdırılıb. Avqustun əvvəlində The Wall Street Journal Apple şirkətinin yaddaş çipləri çatışmazlığı fonunda Çin bazarında satılan cihazlardan istifadə üçün bu ölkənin şirkətinin çiplərini sınaqdan keçirdiyini bildirib. Şirkət həmçinin süni intellekt şirkətlərindən yüksək tələbat səbəbindən çip qiymətlərinin artırılması ilə izah edərək qlobal miqyasda o da qiymətləri artırır. Qeyd olunur ki, Çin yaddaş çiplərinin istifadəsi Apple şirkətinə onların çatışmazlığını azaltmağa kömək edə bilər. Əbu Dabi Milli Neft şirkətinə məxsus gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Bu barədə Əbu Dabi Birləşmiş Ərəb Əmirliklərinin Dövlət İnformasiya Agentliyinin yaydığı bəyanatda bildirilir. Məlumata görə hadisə avqustun 14-ü axşam saatlarında baş verib və hücum nəticəsində xəsarət alanlar olmayıb və vəziyyət tamamilə nəzarətə götürülüb. Dənizçilərin təhlükəsizliyinin, sərbəst gəmiçiliyin və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusilə vurğulanıb. Şirkət ictimaiyyəti yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə, şayə və təsdiqlənməmiş informasiyaları yaymamağa xüsusilə çağırıb. Bundan əvvəl də Hörmüz boğazında
Əbu Dabiyə məxsus daha 2 gəminin hücuma məruz qaldığı bildirilmişdi. Həmin hadisədə də xəsarət alan olmayıb. Şirkətin avqustun 7-sində açıqladığı məlumata əsasən regionda münaqişə başlayandan bəri Əbu Dabinin 15 gəmisi Hörmüz boğazında raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Hücumlar nəticəsində bir ekipaj üzvü həlak olub, daha 20 nəfər yaralanıb. ABŞ prezidenti Donald Trump NATO üzrə müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtona dəstək verməkdən imtina etdiyini və ABŞ-nin bunu unutmadığını bildirib. Trump bu barədə New York yaxınlığındakı Nassau dairəsində polis akademiyasında çıxışı zamanı danışıb. ABŞ liderinin sözlərinə görə digər ölkələr yardıma ehtiyac duyduqları zaman Vaşinqtona müraciət edirlər. Onların köməyə ehtiyacı olanda Amerikanı çağırırlar. Mən isə həmişə kömək etmirəm, çünki elə hallar olub ki, bizimlə o qədər də yaxşı davranmayıblar, deyə Trump bildirib. O, NATO müttəfiqlərinin İranla münaqişə zamanı ABŞ-yə dəstək vermədiyini xüsusilə vurğulayıb. Yeri gəlmişkən, NATO bizi dəstəkləmədi. Biz 10 illiklər ərzində çox böyük məbləğlər ödəmişik. Onlardan bizə kömək edib etməyəcəklərini soruşduq. Onlar isə bunu etməməyi üstün tutdular. Amma biz bunu unutmamışıq. Vaşinqton bundan əvvəl də ABŞ, İsrail və İran arasında müharibə zamanı bəzi Avropalı NATO müttəfiqlərinin mövqeyini dəfələrlə tənqid atəşinə tutub. ABŞ ordusu sentyabrın sonuna qədər bütün qoşunlarını İraqdan çıxarmağı planlaşdırır. Bu barədə ABC News məlumat yayıb. Bu, ABŞ-nin 2003-cü ildə İraqa hücumu ilə başlayan mövcudluğunun sonu deməkdir, deyə məlumatda qeyd olunur. 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ-nin rəhbərlik etdiyi İslam Dövləti qrupuna qarşı aparılan xeyli kiçik miqyaslı əməliyyatları tədricən dayandırmaq barədə razılığa gəldilər. Ötən il ABŞ qoşunları İraqın əksər hissələrindəki bazaları tərk etsələr də, yarımmuxtar Şimal Kürd bölgəsində mövcudluğunu qoruyub saxlayıb. 28 fevralda İrana qarşı ABŞ-İsrail müharibəsinin başlamasından bəri oradakı bazalara müntəzəm olaraq hücumlar edilir. İraq baş naziri Əli Əl-Zeydi ABŞ mərkəzi komandanlığının rəhbəri Brett Cooperlə görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Əl-Zeydi 30 sentyabr tarixini İraqda IŞİD-in məğlub etmək üçün qlobal koalisiyanın hərbi missiyasının başa çatması üçün son tarix adlandırıb. ABŞ nümayəndəsi Amerikalıların qoşunların çıxarılmasını sentyabrın 30-una dək başa çatdırmaq niyyətində olduğunu təsdiqləyib. İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. The Straits Times istinadən verilən məlumata görə bu barədə Şərqi Nusa Tenggara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntılarının altında qaldığını bildirib. Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib. Qeyd edək ki, İndoneziya sahillərində 7,7 magnitudalı zəlzələ baş verib. İlkin təkandan sonra çox saylı afterşoklar qeydə alınıb. Kolumbiyada mədəndə baş verən partlayışda isə ölənlərin sayı 6-ya çatıb. Bulu radioya istinadən xəbər yayılıb. Məlumata görə hadisə zamanı yerin altında olan 7-ci mədənçi səthə çıxmağı bacarıb. Qeyd olunur ki, El Porvenir mədəni bu yaxınlarda Kolumbiyanın Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb. Yoxlama zamanı həlli tələb olunan təhlükəsizlik problemləri müəyyən edilib.
Gürcüstanın paytaxtı Tbilisidə güclü yağışlar daşqına səbəb olub. Şəhərin bəzi ərazilərində küçələr su altında qalıb və avtomobillərin hərəkəti çətinləşib. Şəhərin müxtəlif hissələrindən yayılan görüntülərdə küçələrin sularla dolduğu, nəqliyyatın hərəkətində ciddi problemlərin yarandığı və bəzi ərazilərdə daşqının geniş miqyas aldığı görünür. Hakimiyyət sakinlərə zəruri olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edib. Bir sıra yollar və zirzəmilər, eləcə də ən azı 2 metro stansiyası su altında qalıb. Güclü yağış nəticəsində qaz boru kəmərlərindən birinin zədələnməsi də qeydə alınıb. Hadisə səbəbindən yaşayış binasının sakinləri təhlükəsizlik məqsədi ilə təxliyə edilib. Təcili yardım xidmətləri və bələdiyyə briqadaları şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərərək yolların təmizlənməsi və daşqının nəticələrinin aradan qaldırılması ilə məşğuldur. İsveçrənin Swissquote Online bankı və onun törənmə neobankı Yuh ölkədə yaşayan Rusiya vətəndaşlarının hesablarını seçmə qaydada bağlamağa başlayıb. Bu barədə İsveçrənin Inside Paradeplas portalı hesabı bağlanan müştərilərdən birinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə qərar İsveçrədə vergi rezidenti olan daimi yaşamaq üçün C kateqoriyalı icazəyə sahib Rusiya vətəndaşlarına, eləcə də ikili vətəndaşlığı və İsveçrə pasportu olan şəxslərə də şamil edilib. Bildirilir ki, proses ümumilikdə 600-ə yaxın hesaba təsir göstərə bilər. Mənbə hesabların bağlanmasını İsveçrə maliyyə bazarlarına nəzarət təşkilatının tələblərinin sərtləşdirilməsi ilə əlaqələndirib. Portalın həmsöhbəti həmçinin bankın dəstək xidməti ilə telefon danışığı zamanı əməkdaşların hesablarının bağlanmasının məhz müştərilərin Rusiya vətəndaşlığı ilə bağlı bank daxili qərar olduğunu təsdiqlədiyini bildirib. Və bankın rəhbəri Mark Burki hesabların bağlanması faktını təsdiqləyib. Bununla yanaşı o bankın çox sayda Rusiyalı müştəricisinin olmadığını və bu praktikanın sistemli xarakter daşımadığını vurğulayıb. Orta məsafələrdə yerləşən hədəflərə zərbələrimizin sayı artır. Faktiki olaraq biz Rusiyanın cənubunu bloklamağa nail olmuşuq və bu strateji əməliyyatı genişləndiririk. Bu açıqlama ilə Ukrayna prezidenti Volodymyr Zelenski çıxış edib. Onun sözlərinə görə Rusiya cəmiyyətinə təzyiq göstərmək lazımdır ki, onlar müharibənin başa çatdırılmasının zəruri olduğunu dərk etsinlər. Rusiya neft emalı zavodlarına, neft sektorundakı obyektlərə qarşı sanksiyalarımız, Rusiyanın hərbi logistikasına zərbələrimiz, Qara və Azov dənizlərinin akvatoriyasındakı əməliyyatlarımız, bütün bunlar Rusiyanın müharibə potensialını məhdudlaşdırmağa yönəlib. Bunu daha fəal siyasi və hüquqi addımlarla da davam etdirmək vacibdir. US-də kiçik tutumlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Bu barədə yerli polisi açıqlama yayıb. Şimali US polisi İngiltərədəki aerodromdan qalxan yüngül təyyarənin təyin olunmuş vaxtda Karnavron hava limanına çatmadığı barədə məlumat alıb. Aerodromdan 60 kilometr məsafədə mürəkkəb relyefli ərazidə aparılan axtarış xilas etmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki 2 nəfərin cəsədi də aşkar edilib deyə məlumatda qeyd olunur. Təyyarənin modeli və ya qurbanların şəxsiyyəti barədə əlavə heç bir məlumat verilməyib. Albaniya, Bosniya və Hersegovina, İslandiya, Lixtenşteyn, Moldova, Montenegro, Şimali Makedoniya, Norveç və Ukrayna Avropa İttifaqı Şurasının İranla bağlı 24 iyul tarixli sanksiya qərarına qoşulub. Bu barədə Avropa İttifaqı Şurasının yaydığı açıqlamada bildirilir. Söhbət İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstəyi, Yaxın Şərq və Qırmızı dənizdə silahlı qruplara dəstəyi, həmçinin regionda gəmiçiliyin azadlığını
pozan fəaliyyətlərinə görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən gedir. Qeyd olunur ki, sözgedən ölkələr öz milli siyasətlərini Avropa İttifaqı Şurasının qərarına uyğunlaşdıracaqlar. Avropa İttifaqı isə onların bu qərara qoşulmasını alqışlayıb. Kiyev, Donald Trump administrasiyasına qeyri-rəsmi şəkildə bildirib ki, Rusiya 2027-ci ildə belə Donetsk vilayətinin bütün ərazisini ələ keçirə bilməyəcək. Bu barədə jurnalistlərin tanış olduğu sənədə istinadən Kiyev Independent nəşri məlumat paylaşıb. Ukraynanın Vaşinqtondakı səfirliyinin Trump administrasiyasına təqdim etdiyi sənəddə qeyd olunur ki, Rusiya ordusunun irəliləmə tempi ayda 100 kvadrat kilometrdən də aşağı düşüb. Ukrayna hələ də Donetsk vilayətinin ərazisinin təxminən 21-22%-nə nəzarət etdiyinə görə bu temp saxlanılarsa, Moskvanın elan etdiyi məqsədlərə nail olması potensial olaraq 2027-ci ildən sonraya qədər uzana bilər. Nəşrin fikrincə, Kiyevin Vaşinqtonla bölüşdüyü bu hesablama ABŞ administrasiyasını Ukrayna ərazisinin könüllü şəkildə verilməməsi halında Rusiyanın onları hərbi yolla ələ keçirə biləcəyi barədə mövcud fərziyyəni nəhayət şübhə altına almağa vadar etməlidir. Ağ Evdəki adı açıqlanmayan bir məmur administrasiyasının Ukraynanın bu qiymətləndirməsini aldığını da təsdiqləyib. Prezident və onun komandası əvvəlki kimi Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasında konstruktiv rol oynamağa sadiqdir və o nəticədə sülh razılaşmasına nail olacağımıza dair nikbinliyini qoruyur. Sənəddə həmçinin xəbərdarlıq edilir ki, Kreml qarşılaşdığı çətinlikləri kompensasiya etmək üçün ordusuna müqaviləli hərbiçilərin cəlb edilməsi kampaniyasını gücləndirə və sentyabr seçkilərindən sonra hətta 500 min nəfərədək məcburi səfərbərlik elan edə bilər. Bu, Rusiya ordusunun cəbhədə yüksək itkilər verdiyi bir şəraitdə baş verə bilər. Sənəddə yer alan Ukrayna məlumatlarına görə yalnız iyul ayında Rusiyanın itkiləri təxminən 42,8 min nəfərə qədər çatıb. Sənəddə Ukraynanın Rusiyaya qarşı uzaq mənzilli zərbələr kampaniyasının nəticələri ilə də ətraflı təsvir olunub. Xüsusilə qeyd edilir ki, Rusiyanın neft infrastrukturuna endirilən zərbələr ölkənin neft emalı gücünü 30%-dən çox azaldıb. İqtisadi itkilər isə təxminən 15 milyard dollar qiymətləndirilir. Ukrayna həmçinin Qara və Azov dənizlərində də Rusiyanın kölgə donanması ilə əlaqəli təxminən 200 gəmiyə hücum edib. Bununla yanaşı sənəddə ABŞ rəhbərliyinə Ukraynada Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ələ keçiricilərin kəskin çatışmazlığı barədə xəbərdarlıq edilib. Belçikanın Dondermonde şəhərində bina təmir edən tikinti işçiləri qazıntı zamanı onlarla qızıl külçəsi və yüzlərlə qızıl sikkələr ibarət xəzinə aşkarlayıblar. Tapılan qızılın ilkin dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir. Polisin məlumatına görə hadisə zamanı 8 işçi zirzəmidə divarı sökərkən texnikanın ucu gözlənilmədən qızılla dolu sandığa ilişib. Bundan sonra işçilər ərazidə qeyri-adi bir şey tapdıqlarını anlayaraq binanın sahibinə məlumat veriblər. Sahib isə dərhal polisə zəng vurub. Dendermonde polis idarəsinin rəisi Patrick Weiss bildirib ki, hadisə barədə məlumat aldıqdan sonra polis əməkdaşları əraziyə gələrək tapılan qızılı rəsmi şəkildə qeydiyyata alıblar. Qızılın inventarlaşdırılması polis bölməsində kamera nəzarət altında aparılıb. İnventarlaşdırmaya eyni vaxtda 4 nəfər cəlb edilib. Daha sonra xəzinə mühürlənərək polis nəzarətinə götürülüb. Polis hazırda qızılın nə vaxt və kim tərəfindən gizlədildiyini, eləcə də qanuni sahibinin kim olduğunu müəyyənləşdirməyə çalışır. Həmçinin qeyd olunur ki, 9 milyon avro həcmində qiymətləndirilən məbləğ xəzinənin yalnız ilkin dəyəridir. Tapılan qızılın tam tərkibi və miqdarı müəyyənləşdirildikdən sonra onun ümumi dəyəri dəyişə bilər.
Yerli xəbərlərlə davam edirik. Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, BMW, Hyundai markalı 2 avtomobil, eləcə də Opel, Toyota və Kia markalı minik maşınları toqquşub. İlkin məlumata görə hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə Opel markalı avtomobilə çırpılıb. Daha sonra isə yol kənarında dayanan digər avtomobillərə dəyib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda onların sayı dəqiqləşdirilir. Hadisənin baş vermə səbəbləri və təfərrüatlar araşdırılır. Bakının Hövsan qəsəbəsində yerləşən Spar marketin damı uçub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, hadisə Mirzağa Əliyev küçəsində baş verib. Damın çökməsi zamanı bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və dağıntılar altında qalan şəxs xilas edilib. İlkin məlumata görə xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır. İsmayıl rayonunun Çayqovuşan kəndinə sel gəlib. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilir ki, kənddə yerləşən şəlaləyə aparan yol tamamilə sel suları altında qalıb. Nəticədə ərazidə olan nəqliyyat vasitələri suyun içində çarəsiz vəziyyətdə qalıblar. Sibriz istirahət mərkəzində hovuzda ayağı su nasosunda sıxılıb qalan 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavidoğlu'nun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, xilas edicilər habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq Abdullayev Akif Cavidoğlu'nun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda ötən gün yeraltı təkanlar qeydə alınıb. Zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də açıqlama verib və o bildirib ki, Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub. Ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkanlar gözlənilir deyə Qurban Yetirmişli bildirib. O qeyd edib ki, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur. Bu, yeraltı süxurlarda gərginliyin artması ilə ortaya çıxan bir prosesdir. Yəni, katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidməti tərəfindən Görədil sularda xilas etmə məntəqəsindən kənarda, yəni qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 uşaq olmaqla 5 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb. Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə Bakı kartla aparılır. Nəzərə alsaq, ölkənin digər böyük şəhərlərinin də öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür. Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, yaxud da adları dəyişilə bilərmi? Məsələn, Bakıda Bakı kart olduğu kimi, Naxçıvanda Naxçıvan kart, Sumqayıtda Sumqayıt kart və s. Regional nəqliyyat kartlarının yaradılması
nə dərəcədə mümkündür? Qlobal Info AS xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyinin sorğusuna cavab olaraq bildirilib ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür. Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodel daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nəğdsiz ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi bir-birində keçərli olması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Azərbaycanda kirayə mənzil bazarında həm kirayə verənlər, həm də kirayəçilər arasında yaranan mübahisələrin sayı artmaqdadır. Bu mübahisələrin əksəriyyəti tərəflər arasında yazılı müqavilələrin bağlanmaması, ödənişlərin qeyri-rəsmi qaydada aparılması və hüquqi öhdəliklərin əvvəlcədən dəqiq müəyyən edilməməsi ilə əlaqədardır. Bəzən kirayəçinin xəbərdarlıq edilmədən evdən çıxarılması, depozitin geri qaytarılmaması və ya mənzilə dəyən zərərin ödənilməsi kimi məsələlər ciddi hüquqi mübahisələrə çevrilir. Kirayə münasibətlərində ən çox rast gəlinən bəs hüquqi səhvlər hansılardır? Kirayəçi hansı hallarda ev sahibindən kompensasiya tələb edə bilər? Hüquqşünas Əkrəm Həsənov bildirib ki, ən böyük səhvlərdən biri kirayə müqaviləsinin bağlanmamasıdır ki, bu da hər iki tərəfə ziyan vurur. Kirayə verən üçün problem yarana bilər. Sabah kirayəçi deyə bilər ki, kirayə haqqı 400 manat deyil, 50 manat olub. Kirayənin hansı aylarda və hansı tarixlərdə ödənilməsi də müqavilələrdə dəqiq göstərilməlidir. Bundan başqa evdə olan əşyaların, mebelin və digər əmlakın siyahısı da müqavilədə mütləq şəkildə qeyd alınmalıdır. Əgər bunlar yazılı şəkildə göstərilməsə, sabah kirayəçi evdə olan əşyaları götürüb deyə bilər ki, həmin əşyalar ümumiyyətlə evdə olmayıb. Hüquqşünas onda əlavə edib ki, eyni zamanda kirayə götürənin hüquqları da qorunmalıdır. Müqavilə yoxdursa, kirayəçini istənilən vaxt evdən çıxarmaqla bağlı mübahisə yarana bilər. Bir məsələ var ki, müqavilən var, orada müddət və şərtlər açıq şəkildə göstərilib. Digər məsələ isə odur ki, tərəflərin əlində heç bir yazılı sübut yoxdur. Bu baxımdan həm kirayə verənin, həm də kirayə götürənin hüquqlarının qorunması, eləcə də tərəflərin bir-birinə vura biləcəyi ziyanın qarşısının alınması üçün kirayə müqaviləsinin bağlanması mühüm vacibdir. Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 39 min manat ziyan vurulub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39.240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar baş prokurorluğa göndərilməsi üçün hazırlanır. Eyni zamanda Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt və protokol tərtib edilib və qanuna müvafiq tədbir görülüb. Həmçinin götürülmüş ağacların yerində yeni tinglərin əkilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə ərazinin yaşıllıq sahəsi kimi nəzərə alınması məqsədi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət edilib. Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb. Hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. Hadisə nəticəsində Anar Xan Hüseynoğlu Mirzəliyevin icarədar olduğu ümumi sayısı 200 kvadrat metr olan Qızıl Qaya kafesi tamamilə yanaraq külə dönüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Rusiyada qətl və xüsusilə külli miqdarda dələduzluqla bağlı aparılan cinayət işi üzrə 8 nəfər məsuliyyətə cəlb olunub. İşin figurantlar arasında biznesmenlər, şirkət rəhbərləri, işsiz şəxslər, taksi sürücüsü, eləcə də aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayevin oğlu Elvin Paşayev də var. Bu barədə TASS-ın əldə etdiyi cinayət işi materialında bildirilir. Sənədlərə əsasən Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluğun 2 epizodunda ittiham olunur. O ittihamları qəbul etmir və cinayətlərdə iştirakının olmadığını bildirir. İş üzrə digər figurantlar arasında fərdi sahibkar Dmitri Vlasov, özünə məşğul Nazeli Xaçatryan, True Crime şirkətinin baş direktoru Anton Prokopoviç, taksi sürücüsü Bulat Abdullayev və digər şəxslər də var. İstintaq materiallarına görə Vlaslav Paşayev, Prokopoviç və digər şəxslərə Rusiya Cinayət Məcəlləsinin dələduzluq və dələduzluğa cəhd maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin əsasını Moskva sakinlərinə məxsus mənzillərin qanunsuz ələ keçirilməsi ilə bağlı epizodlar təşkil edir. Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürüb. Sərnişinin sözlərinə görə o taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib. İddiaya görə sürücü əvvəlcə sərnişinə qarşı kobud davranıb. Ardınca təxminən 5-6 dəqiqə yol getdikdən sonra qəfil mən uşaqlı adam götürmürəm deyərək avtomobili saxlayıb. Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da onun avtomobildən düşməsini istəyib. Hadisənin baş verdiyi avtomobilin nişanının 77 U148 olduğu bildirilir. Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib. Faktla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də müraciət ünvanlanıb, qurumdan bildirilib ki, daxil olan negativ hallar araşdırılır. Taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər dərhal araşdırılır və negativ halların qarşısının alınması üçün tədbirlər görülür. Sözü gedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Sərnişinlərə taksi sayəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı Aynanın 141 çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Bolt şirkətindən bildirilib ki, sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbul edilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür. Ögey qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxsə açılmış cinayət işi üzrə proses başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı rayon sakini 1988-ci il təvəllüdlü Sübhan Səfərova hökm oxunub. Bildirilib ki, Sübhan Səfərov ailəsi ilə Ağdamdan məcburi köçkün düşdükdən sonra Saatlıda məskunlaşıb. Əvvəllər narkotiklə bağlı cinayətə görə məhkum olunmuş şəxs ötən il Ucar rayonundan olan Əsmaya adlı qadınla qeyri-rəsmi nikah bağlayıb və birgə yaşamağa başlayıblar. Həmin qadın Saatlıya köçərkən birinci nikahdan doğulmuş 2011-ci il təvəllüdlü qızını da özü ilə gətirib. Bir müddət sonra isə Sübhan Səfərovun yaşadığı evdə Əsmayənin qızına seksual xarakterli hərəkətlər etməsinin üstü açılıb və
o polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində cinayət işi açılıb. Yeniyetmə qızı dayısı Sübhanın evindən aparıb. Məhkəmədə təqsirləndirilən şəxs ögey qızına qarşı cinayət törətmədiyini deyib, lakin onun ibtidai istintaqa verdiyi etiraf edici ifadəsi elan edilib. Hökmə əsasən Sübhan Səfərov Cinayət Məcəlləsinin 152.2 1.1-ci maddəsi ilə təqsirli bilinib, o 11 il həbs cəzasına məhkum edilib. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə hər gün TNS TV-də xəbər saatlarını izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.